Yazır ki, fəəlqər rida ən atiqey. Deyir ki, əbasını atdı çiynindən. Vəl əmamətə min rəsi, ən rəsi, əmmaməsini çıxartdı başından, atdı bir tərəfə. Dizi üstə oturdu Əli, Allahın aslanı. Fatimənin başını aldı dizinin üstünə. Fənada ya Zəhra. Başladı çağırmağa. Çağırdı ya Zəhra. Fələm tükəllimhu. Cavab gəlmədi. Çarəsiz, tənha, qərib, adamsız Əli. Oturub Fatimənin başının üstündə. Təzdən çağırdı. Fənada ya bintə Rəsulillah. Çağırdı ey Peyğəmbərin qızı. Fələm tükəllimhu. Gördü cavab gəlmədi. Deyir, yenə çağırdı. Fənada ya Fatimə kəllimini. Çağırdı ya Fatimə, danış məndən. Danış məndən. Olmayan məni tanımırsan. Və ənəbnu əmmi. Və ənəbnu əmmikə, mən sənin əmin oğlu Əliyəm. Deyir, Əlinin adını eşidəndə yazırlar ki, və fətəhət əynəyhə və nəzərət iləy. Deyir, o xanım o vəziyyətdə gözlərini açdı və baxdı Əliyə. Baxdı Əliyə. Belə şey yazır, bax, yazır ki, və bəkət və bəka, ikisi də ağladı. Xanım ağladı, Həzrət Əli də ağladı, ikisi də ağladı. Sizə mən ən həssas vaxtdan danışıram, xanım Zəhranın axır dəqiqələrindən, Əli ilə vida zamanından, ağırdı bu, çox ağırdı. Deyib, belə vəziyyətdə baxdı Əliyə, dedi, Əli, əlvida. Əlvida, və huvə yevmul firaq, ayrılıq günü gəldi, çatdı. Əlican, ayrılırıq, ayrılırıq. Bunu deyəndə ki, ayrılırıq, gördü ki, Əlinin ürəyi az qalır diyansın. Yazırlar, baxdı, gördü ki, Əlinin rəngi saralıb, ürəyi az qalır diyansın. Bu məqamda dedi ki, və bikilil yətama, Əli, ağla mənə, ağla yetimlərimə. Ağla ki, ürəyin partlamasın. Ağla yetimlərimə dedi, amma hamısının içindən birini ayırdı. Və qətili bitaffil İraq, Hüseynə hamısından çox ağla. Uşaqlarımın hamısını ağla, amma Hüseynə hamısından çox ağla. Ən çox Hüseynə ağla. Hüseynin ağlamalı günləri var qabaqda.